İndi gəlirəm məşğulluğa gətirilən mal-heyvana. Bu məsələlərin mənim dediyim. Daha indi birazdan Etibar qardaşımız tamam başqa şeylər deyəcəkdir. Bir 10 dəqiqə də bunu deyəcəm. Ondan sonra Etibar qardaşımız hər nə lazımdırsa bir-bir açıqlayacaq burada. Məşğulluq adı altında ölkəyə inəklər gətirir. Hər kəs inəkləri görəndə onlara yazığı gəlir. Düzdürmü? Düz. Adamın ürəyi yarğı idi inəklərə. Deyirsən ki, nə oldu? Bunlar getdilər Rusiyadan elə ancaq 50 invalid şey götürülər, gəldilər, inək gətirdilər. İnək yerir, baxsan belə gedir. Ölür ayaqda, 40-ı çıxıb. Bəs bunu gömrükdə görmürlər? Görürlər. Amma gömrükdən keçən o inəklər deyil. Əslində gömrükdən gətirilənlər 500-600 kiloluq mallardır. Sağlam mallardır. Dostlar, fikir verin ha. Mən buradan baş prokurorumuza səslənirəm, Dövlət Təhlükəsizlik Xidmətinə səslənirəm. Xahiş edirəm. Məsələni araşdırmaya götürün, qardaş. Niyə eləmirsiniz bunu? Axı sizin də tayfanız, qohum, əqrabaz, hər kəsiniz mənlə bərabər ət ala bilmir da. Niyə biz bu cinayətçini qaldırmırıq bu adamların üstünə? Niyə bu adamları biz məsuliyyətə cəlb eləmirik? Bunun arxasında duranlar niyə ortalığa çıxarılmır? Şərif bəy yazır ki, Vüqar bəy aksiz olmayan siqaretləri lalların mağazinlərində satırlar ki, bunlara kırışalıq edir. Bəs onu mən deyə bilmərəm. Mən onu biriniz də eşidirəm, bunu oxudum sizdə. Deməli, məşğulluğa gətirilənlər, dostlar, nə edirlər? Bu sizə bu faktı da açacağım. Xahiş edirəm, bəyənməni vurun. Hər kəs bəyənməni paylaşın. Çünki bu faktları bir daha heç yerdə eşitməyəcəksiniz. Yayın ki, hökumət görsün ki, ictimai qınaq var. İctimaiyyət narahatdır. Reaksiya versin buna. Deməli, elə ki, məşğulluq idarəsinə, yəni Dövlət Sosial Müdafiə Nazirliyinin məşğulluq idarəsinə kvota verildi, pul ayrıldı. Məsələn, 62 milyon, 68 milyon. İri buynuzlu heyvan gətirməsi. Hələ xırda buynuzlu yox ha. İri buynuzlu heyvan. Məsələn, 62 milyon, 68 milyon pul ayırdılar. Əla, gözəl. Rusiyada bir şirkət var. Pulu vururlar həmən şirkətə. Dostlar, cənab baş prokuror, hörmətli qurum rəhbərləri, hər kəs diqqətlə dinləsin. Həmin pulu buradan vururlar Rusiyada bir şirkətin adına. Ondan sonra çağırırlar burada müstəqil şəkildə heyvan satışı ilə məşğul olan sahibkarları. Deyirlər ki, qardaş, oradan bu qədər heyvan gətirilməlidir. Burada biz bu qədər sizlə qulaq olacağıq, şərik olacağıq. Gömrük bu qədər şey olmayacaq, gömrük taxonda gömrükdən həm də rüsumdan azaddır. Məşğulluğa gətirilən mallar hamısı rüsumdan azad. Nəysə, pulu həmən o, tutalım ki, 100 baş mal alacaqlar, məsələn. 100 baş malı orada alırlar, həmən 100 baş malın pulun buradan sahibkarlardan yığırlar, nəqd şəkildə. Buradan yığırlar ha, diqqət elə. Burada yığırlar sahibkarlardan. Sahibkarlar deyirlər ki, sizin heyvanlar oradadır, gedib ona gətirəsiniz. Oradan həmən 60 milyonla heyvanı alırlar. Burada da sahibkarların əlindən pullarını alırlar. Ondan sonra düşürlər Azərbaycan bazarında nə qədər xəstə mal var, onu alırlar. 200 manata, 300 manata, 400 manata, nə bilim 100 manata, 50 manata. Elə ki, bunları yığdılar, bu ölü heyvanları. Gömrükdən o kələləri yatırırlar. 500 kiloluq malları yatırırlar. Qardaşlar yatırır. Kilosunda 75, indi burada deyirdim 81 qəpik gömrük rüsumu ödəməlidirlər, ödəmirlər. Yəni bir maşında 22 ton gətirilirsə, bu təxminən 16-17 min manat pul edir bir maşında. Fikir verin ha, əlləri nağdan qarıya vurmayıblar, ha, heç bir şey eləməyiblər. Gömrük rüsumundan azad olduğuna görə oradan 62 milyon manat əti vururlar, gətirirlər, burada çıxardırlar bazara, malları satırlar. Bazarda cəmaata paylayırlar məşğulluq adı altında xalqdan, sakinlərdən yığılan ölü heyvanları. Burada bunlara kim nəzarət eləyir, dostlar? İndi gəlirəm onlara, adlara. Belə kimlər nəzarət eləyir? Bu işin başında duranlardan biri, yəni bölgünü edən, Sahil Babayevin dayısı Səxavət adında bir kişidir. İşə rəhbərlik edən odur, dostlar. Sahil Babayevin dayısı Səxavət. Ola bilər ha, bu verilişdən sonra mənə çox ciddi bir sıxıntı yaranar. Mən bunu deyim buradan ki, hər kəs bilsin. Yəni, mən elə bir şeylərin üstünü açıram ki, bu mənə çox baha başa gələ bilər. Çox baha başa gələ bilər. Amma açacağım bunları. İşin başında durur Sahilin dayısı Səxavət. İşi icra eləyən Sahilin qardaşı. Amma qardaşın adını dəqiq bilmədilər. Dedilər ki, amma qardaşıdır. Əsas aparıcı adamlardan biri də İmişlidən olan Fariz adlı şəxsdir. Məşğulluğun mallarından gedir ha söhbət, dostlar. Teyyubun burada, o monopolistin pullarını burada yığansa
Aydın adından şəxsdir. Aydınla Xaliq. Teyyubun pullarını burada yığan dostlar, yəni işini aparan. Farizlə Səxavət, bir də Sahil Babayevin qardaşı bölgünü bölürlər, satırlar. Pulları kim yığır? Pulları yığır deməli Aydın və Xaliq. Aydın ümumiyyətlə Azərbaycan vətəndaşı deyil, Ukrayna vətəndaşıdır. Bunu yığan adam budur. Elə ki, pullar toplandı. Həmin pullar burada Teyyubun bacısı oğlu, Teyyub Hüseynovun bacısı oğlu Əflatun var. Verilir Əflatuna. Pullar təhvil təslim olunur Əflatuna. Digər bir pul yığanları var idi bunların. Əliquliyev Ramil. İki verin dostlar. Əliquliyev Ramil bir müddət bu adamlarla işləyəndən sonra, Teyyubgillə, məşğulluğuna, hamısı ilə bir yerdə işləyəndən sonra 30 milyon dollar pul atıb bunlara. Ay, dəhşət deyil bu. Hal-hazırda Ramil Əliquliyev şeydə yaşayır, Londonda yaşayır. 30 milyon. 30 milyon. Bu mal iş heyvan işine bakanlar bunlar da dostlar. Əliquliyev Ramil ki var. Bu Ramil bunlarla bir müddət işləyəndən sonra buna istəyirlər açsınlar. Ramil də ayıq çıxır. Ramil deməli bunlara 30 milyon vurur götürür. Ramil'i dalınca adam göndərirlər ki pulu ver. Pulu verməsən sənə baha başa gələcək. Arpa 45, ət qalxmayıb, Ziyadın yazır. Bugün arpa 32 qəpikdir. Niyə ət də qalxsın? Vüqar bəy, ət 17-20 manatdır. Biz danışandan sonra ət 25 manat, mal əti, quzu da 30 manat olacaq. Axı bizdə hər şey tərsinə olur. Firdevsi bəy yazır. Bəli. Mən təşəkkür edirəm də, qiyməti belə qaldırırlar. Biz kasıb xalqın nümayəndəsi deyirik ki, qardaş, ət 17-20 manat alaq. Biz ət almalıyıq 30 manata, 40 manata, 50 manata. Aşağı qiymətlə ət almaq əslində aşağılanmaq deməkdir. Belə bir varlı xalqa. Nazilə xanım qəşəng yazdı. İgid oğul daisinə çəkər. Sahilin daisi də əfəl olsaydı, sahil bugün o sahil olmazdı. Bəli. Vüqar bəy, görəsən, dövlət başçısı qulaq asırmı sizin verilişə? Çətin, dövlət başçısının bizə qulaq asması sadəcə mümkün deyil. Fiziki baxımdan mümkün deyil, ha. Çünki bu dəqiqə xarici faktorlar imkan vermir ki, dövlət başçısı bir başını açsın. Hər gün qonaq qəbul edir, ya xaricdədir, ya da qonaq qəbul edir. Amma dövlət başçısının adamları bunu çatdırmalıdırlar. Aralığa sap deməlidir ki, cənab prezident, vəziyyət belədir. Amma görürsünüz, anti-insan idarəsi məlumatı yayır, açıqlama verir. Çünki birbaşa da prezidentə məruzə eləyən adam da, prezidentə məruzə eləməyə əvəzində götürüb verir ki, biz araşdırdıq, hər şey əladır, superdir. Heç bir monopoliya yoxdur, heç bir qanun pozuntusu yoxdur. Göstərilib, tutardı, getdi bundan da. Bu adam İngiltərəyə qaçandan sonra adama xəbər göndərilir ki, Ramil kişi, pulu göndər gəlsin. Bu Ramil də budur. Bu qardaşımız qalıstıqlı oturan hal-hazırda Londonda yaşayır. İngiltərədə 30 milyon dollarla ortadan çıxan bir adamdır. Və bu Ramil bilsiz bunlara nə xəbər göndərir? Deyir ki, hər şey çəkilir videoya, bütün sənədlər əlimdədir. Əgər mənim başıma bir iş gələrsə, bu faktları birər-birər dünya ictimaiyyətinə çatdıraram. Açaram, pambığı tökərəm, sandığı. Tam tərsi dedim. Sandığı açıb pambığı tökmür. Bizdə pambığı açıb sandığı tökürlər eşiyə. Çünki bütün sandıqlar pambıqların içərisində gizlədilir. Ona görə də Əliquliyev Ramil müəllimdən xahiş edirlər ki, evi yox. Bu 30 milyon sənin ala gözünə qurban, amma quzu kəsərəm. Sən bu sirrin üstünü aşma. Sirrin üstünü aşma. Məni burada şübhələndirən bir məsələ də var burada. Balarəhim Quliyev bu işin harasındadır. Eləcə də baş baytar Qalib Əbdüləliyev bu işin harasındadır. Yəni dostlar, mənim özümün bildiyim və bura qədər dediyim bunlardır. Bir də bir faktı deyəcəm sizə. Ukraynadan gələn ətlə bağlı açıqlayacağım bunu. Deməli, bu Teyyub müəllim Volqogradda yaşayanda, hələ bu mafiyanın başına keçməyəndə, Ukraynadan gələn heyvanlar, diri heyvanlar Volqogradda saxlanılırmış, baytarlıq şöbələri var. Orada saxlanılırmış. 50 üzrə mız qoyulurmuş. O olmaz, bu olmaz, belə-belə. Və nəticədə nə başı? Nəticədə mənim bildiyim qədər 3500 dollar, amma indi bizim birazdan Etibar qardaşımız deyəcək ki, yox, o 7000 dollardır. Hər maşından pul alıblar. Ukrayna